Hazırda olduğumuz bu ərazidə yolun buraxıcılıq qabiliyyətini artırmaq məqsədi ilə yol hərəkətinin təşkilinə dair dəyişikliklər olunacaq. Mütəxəssislər tərəfindən Əbdüləzər Dəmirçizadə küçəsi və Xətai prospektinin kəsişməsində hərəkətin təşkilinə dair layihə hazırlanıb. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və baxılaraq təsdiqlənib. Layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, rəqəmsal əkiz üzərindən simulyasiyalar aparılıb. Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlığının aşağı olması, kəsişmənin səmərəli olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında ciddi sıxlıq yaradır. Reallaşdırılan layihəyə əsasən Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədi ilə ikitərəfli hərəkət saxlanılacaq. Sözü gedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədi ilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur. Nəticədə Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimləməsi 2 fazalı tənzimləmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyə kimi enəcək. Ərazidə mövcud mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı artırılacaq. Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişdə yaranan növbəsi qısalacaq. Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar. Qeyd edək ki, bu həll dövlət proqramında nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həldir.